Salam, necəsiz? Bugün vlogum olacaq Bilbao'dan. Bilbao bizim qaldığımız şəhər, yəni San Sebastian şəhərindən 1 saat, 1 saat 10 dəqiqə aralı yerləşir. Gördüyünüz bu stadion Bilbao Atletik futbol komandasının stadionudur. Ağacda apelsinlərə baxın, nə qəşəngdir. Heyf ki, hamısı yuxarıda qalıb. Dərib yeyə bilmirəm. Deməli, bura San Jose meydanıdır və kilsənin adı da onun adı iləndir, San Jose. Çox qəşəng görünür bura. Bu gördüyünüz meydan isə Moyo adlanır. Və orada baxın, metrolar da eyni qaydada Moyo metrosu kimi gedir. Bu gördüyünüz bina 1907-ci ildə bir memar tərəfindən inşa olunub. Şəxsi mülk kimi, saray kimi. 44-cü ildə bank kimi istifadəyə verilir. Hal-hazırda isə daha müasirləşdirilmiş formada Zara öz şəbəkəsini bu binada təqdim edir. Binanın tarixi olması gördüyünüz bu sütunlardan da bilinir. Fikir verin, elə bir muzeydir. Çox gözəldir. Paltarlara baxmırıq. İndi belə bir restobara giririk kofe içməyə. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the. Demək 2 ədəd kofe zakaz verdik. Biri afsianlı süd, biri isə soya südü ilə, yəni bio südlərlə. Buna baxmayaraq qiymətləri çox münasib idi. Bizim qaldığımız şəhərdə qiymətlər daha yüksəkdir. Burada kofenin qiyməti cəmi 1 evro idi. Dad olaraq da çox bəyəndim. Sadəcə mikrofonu yandırmağı unutduğum üçün bu səsi sonradan əlavə edirəm. Baxın, bu gördüyünüz şirniyyat Bilbao'ya xas olan şirniyyatdır. Orada da arxada da var. Bu şirniyyatın adı da pastel de arroz. Siz yadınızdadırsa, mən sizinlə pastel de natanı bölüşmüşdüm. Ona oxşayır bir növ. Əvvəl bu şirniyyatı adına uyğun hazırlayırdılar düyü ilə. Sonradan isə düyü ilə hazırlanmaq qaydası yığışdırıldı. Biz 2 dənə mini götürdük, çünki çox böyük idi o birilər. Karolina bu gedir, bu da Russo gedir. Bu bizə maraqlı gəldi adına görə. Belə dadına baxacağam. Necə ki, hamısını içdim. İçi qat-qat xəmirdir. Bizim Napoleonu xatırladır da, yəni qat-qat olaraq. Qəşəngdir, burnumu silim. Buna, bu deyəsən biraz xəmiri Kiyevski kimidir, elə hiss elədim. Aynen. Mən sevirəm bu dadı. Kiyevski, sonra Abşeron tortu necədir?
Bax elə bir şeydir. Gördüyünüz bir bina Court Ingles'dir. Orada gedirik indi. Mənim xalalarım ikizdir. Bir xalam Elnarə. Gedirik indi o biri xalama hədiyyə seçməyə. Və daxil oluruq hara? Shopping sevənlərin cənnətinə. Burada bütün markalar var bu arada. Cəmlənib hamısı burada. Mən o qədər saat sevənəm, dəhşət. Bu bina da bank binasıdır. Çox gözəldir və böyükdür. İnternetdə belə bir restoran gördük. İndi gəldik bura yemək yeməyə. O qədər gözəldir. Menyu götürdük. Hər adama elə bil ki, daxilli yemək, əsas yemək, sonra belə atışdırmalıq, içki, bir də sonda desert. Mən Fanta götürdüm. İosadır bu. İçkimi süzüm. İosanın dadına baxacağam birinci. İçi toyuqludur. Dadlıdır. Maraqlı dadı var. Sousu da maraqlıdır. Bu isə yaxınlaşdır. Bunun üstü kalmardır. Mən altını yeməyəcəm. Altında çünki soğanlar var. Mən sevmirəm. Mən kalmar çox sevirəm. Qəşəng sousdur bu. Acılı sousla təqdim ediblər. 2 ana yemək var. Bu toyuqdur. Belə xrustyaşi. Bu mənə biraz quru gəldiyi üçün əlavə sous zakaz verdim. Bu da balıqdır. Dadlıdır. Qəşəng sousdur, kartoşkadır, bir də bibərdir. Guggenheim Muzeyinin əslində bu belədir, yəni bu it formasındadır və güllərlə olur. Sadəcə çox təəssüf ki, indi burada təmir işləri gedir. Ona görə sizin üçün çəkə bilməyəcəm. Dedim heç olmasa belə görsədim. Bilbao dedikdə ilk baxın bu muzey yada düşür. Bundan götürəcəm indi. Bu özü pul üçündür və bu 7 düyünün də öz mənaları var. Mən tam şəkildə bilmədiyim üçün indi açıqlamayacağam. 3 euroya götürdüm vəbşin bunu. Bu hörümçək də həmçinin Bilbao'nun simvolu kimi gedir. Çox təəssüf burada da təmir işləri var. Hal-hazırda bu küçə içəri şəhərdir, yəni həm də ora gedir. Çox qəşəng binaları var bu yolda. Bu yolla şəhərə mənzərə açılan parka qalxırıq.
Gördüyünüz bu kilsə isə 15-ci əsrə aiddir. Və son olaraq istəyirəm Bilbao ilə bağlı bir-iki fikrimi deyim. Şəhər olaraq San Sebastiandan sonra məndə elə də böyük bir təəssürat yaratmadı. Biraz Barselonanı mənə xatırladırdı. Böyük küçələr və s. Ümumilikdə yaxşıdır, amma yenə də deyirəm, San Sebastianı görən hər kəs bunu təsdiq eləyə bilər ki, San Sebastiandan sonra çox çətin insan hansısa bir şəhəri belə heyrətlə baxır və yaxud da bəyənir. Amma nəyə fikir verdim? Restoranlarda dizayn baxımından çox mükəmməl idi. Barselonadan da yaxşı idi, San Sebastiandan da. O qədər qəşəng dizaynlı idi ki, restoranlar. O barədə çox bəyəndim. Ümumilikdə tarixi yerləri də çox idi. Videoda da gördünüz. Belə, sağ olun, çox sağ olun bir daha baxdığınız üçün, dəstəyiniz üçün. Podpiska olmağı da unutmayın. Sağ olun.